Bizim dinimizdə müəmmalar var, qaranlıqlar var. Bu müəmmaların səbəbi nədir? Qaranlıq nöqtələr ona görədir ki, dindarlar ağıllı olsunlar, kamil ağla sahib olsunlar. Müəmmaların varlığı başqa nəyə görə lazımdır? Kimlərəsə imkan yaransın ki, dindən sui-istifadə edə bilsinlər. Allah dində bəzi müəmmaları qərar verib ki, azmaq istəyənlərə azmaq imkanı da yaransın. Hər şey şəffaf olsa, dəyərdən düşər. Qaranlıq, yozulası yerlər var, düz başa düşülməmə ehtimalları var. Hamısı var dində. Bunlar hamısı imtahan vasitələridir. Din daxil olma qapısı qoyub, çıxmaq qapısı da qoyub. Çıxmaq qapısını bağlasaydı dindən, onda dəyər olmazdı dində qalmağın. Din bəzən məsələni bir tərəfli bir cür göstərir, 50 dənə nəticə çıxartmaq olur. 5 səhv nəticə çıxardır, onu düz nəticə çıxardır. Bir harda yazılıb, ancaq yazının zahirini başa düşmək ağıl tətil. Bu elə bilir ki, Allah hər şeyi nöqtə vergülünəcən deməlidir, mən də ona əməl eləməliyəm. Belə deyil valla. Din suallar qoyur, özü bir şeyin üstündən sükutla keçir, qaranlıq saxlayır məsələni. Bu niyə belədir? Bu sualları yaradır ki, sən inkişaf eləyəsən. Bu din elə bir yoldur ki, iti ağıl tələb eləyir, gərək düşünüb tapasan. Fürsət verir ki, yıxılasan da bilirsiniz. İnanın ki, çoxu din haqqında bu təsəvvürdə deyil. Biri deyirdi ki, bu qədər Musadan danışmaqdansa yazardın ki, namazı möhürlə qılmaq lazım ya möhürsüz. Nə qədər olar? Musa belə dedi, Firon dil elə dedim. Allaha yol göstərir. Açıq-aşkar deyən imamların adını çək bir cəmaat imamın tanısın. Allah yol müəmma yaradır, əlamətlə danışır, nişanə ilə danışır, deyir qarşımda yaratdığım insandır, ağıl sahibidir, zəka sahibidir. Geçsin müəmmaları həll eləsin. Deyim, məncə belədir, o deyim, məncə elədir. Məncə bir dənə təzə cərəyan yaradır. Biri deyim, mən Quraniyəm, biri deyim, mən əxbariyəm, biri deyim, mən nəyəm. Hamısında bir istinad nöqtəsi var. Sən deyirəm, ay Allah, elə bulan hamısını dəqiq nöqtə vergülünəcən yazardın. Onda bəs sən kimsən? Sənin ağlın harda qaldı? Bəs sən nəyi tapıb həll eləməlisən? Allah Quranda niyə açıq danışmır, dolaşdırır? Ayə deyir, ayə. Ayə sözü nədir? Nişanə. Yəni Allah göstərmir, nişanə ilə danışır, əlamətlə danışır. Şəffaf deyil din qısası. Kim dini şəffaf bir şey kimi sayırsa, o din vasitəsilə azacaq. Necə ki, bu xavaric, radikal cərəyanların əsas eybi budur ki, hər şeyin şəffaf cavabını axtarır, zahirdən. Deyir, bu belədir, bu belədir, bu belədir. Vəssalam. Ay qardaş, sən deyən kimi deyil məsələ, 50 dənə tərəfi var. O İmam Rıza filmində olan o üzdən saçan nur kimi. Keçmişdə sizə deyəcəm, çox səhv işdir o. Üzün göstərmirsən, göstərmə, başqa cür. Üzlərində belə işıq yaradacaqsan, imam zaman gələndə cəmaat görəcək ki, üzündən projektor çıxmır. Bu imam deyil. Biz öyrəşmiş imamın üzündən elə deyil. İmamın elə problem bundaydı ki, adi görüntüsü var idi. Birinin əmsi oğlu idi, birinin xalası oğlu idi, birinin dayısı oğlu idi. Otururdu, çörək yiyirdi, danışırdı. Problem bundaydı ki, adi görünürdü, Allah deyirdi, itaət eləyə bilmirdilər. Əli əleyhissalam bu barədə danışır. Həzrət Əli əleyhissalama dedilər ki, niyə gəlib haqqı tələb eləmədin? Çıxıb elan eləmədim ki, xilafət mənim haqqımdır, getdim Peyğəmbəri dəfn elədim. Birinə dedi ki, Peyğəmbərin hörmətinə görə, ikincisinə dedi, üçüncüsünə dedi, birinə də deyəndə başqa cavab verdi. Dedi ki, bəs cəmaat necə imtihan olunsun? Mən tez özümü atım ortaya, mən haqqam filan dəlil, filan qədrxum belə filan elə. Mən fürsət verdim ki, cəmaat imtihana çəkilsin. Hər şey ortaya düşüb şəffaflaşdırmaqla deyil. Tarixdə ibhamlar var, qaranlıq məqamlar var. Biz deyirik, xanım Zəhranı niyə tək qoydular? Elə bilməyin ki, biz orada olsaydıq, indi Həzrəti Zəhra haqqında cilt kitab yazılıb, biz bilirik, o məsumdur. Amma o dövrdə olsaydıq, and olsun Allah özüm üçün deyirəm ki, heç bir əminliyim yoxdur, mən harda olardım. Keçmişdən qəzavət eləmək asan. Xanım Zəhranın fəryadına deyir, necə cavab vermədilər? Xanım Zəhraya kasıb bir camiyyədə Peyğəmbər birdən-birə Allahın əmri ilə bir bağ bağışladı. Həzrət Zəhra oldu zəngin bir adam. Fəqir cəmiyyətdə Peyğəmbər qızı olsun zəngin adam, təsəvvür edin. Bu da gəlsin desin ki, Peyğəmbərlər miras buraxmır. Həzrət Zəhrada dəlillə, sübutla desin ki, miras buraxır. Mən daha uzun danışmıram. Ondan sonra desin, hə, düzdür, amma Beytulmalın ehtiyacı var, bu qədər fəqir var. Mən onu Beytulmala qatıram, özümə götürmürəm ki. Sənin imtiyazın deyil də bu, sən ver bunu, mən batım. Öz bağlarımdan bir dənəsini verim sənə. Cəmaat da deyir, bu nə qədər xalqa ürəyi yanır bunun. Düz deyir də, məntiqli deyir, indi sən o bağı neyinirsən ki, o boyda bağı. Cəmaat kasıb vəziyyətdədir, gətirib. Sonra dedim, mən bir söz demirəm, cəmaat qəzavət eləsin. Cəmaat da fikirləşdi, dedi, havadan düz eləyir. Vəziyyət o qədər çətindir ki, mən hədisdə görmüşəm, deyir, irtəddən nas illa səlasə, 3 nəfərdən başqa hamı mürtəd oldu. Hər cür görsən Allah imtihan edir, müəmmalarla. Həzrət Əlinin Həsən adlı bir nəvəsi vardı, gəzirdi, deyirdi, hələ mən başa düşmədim, haqq Əlidir yoxsa Muaviyə. Cəmaat da deyir, bax da öz nəvəsidir, öz evində böyük, hələ bilmir. Muaviyənin məktublarına baxın, Həzrət Əlini bir sözlə moizə eləyir. Bir sözlə moizə eləyir. Biz elə bilir ki, Muaviyə buynuzlu idi. Həzrət Əlinin də özündən nur çıxırdı, belə o filmlərdə göstərilir. Elə olsaydı nə vardı ki? Biz elə bilirik ki, məsələn, Həzrət Əli gedəndə hər tərəfdən nur saçırdı, Muaviyənin də buynuzları var. Deyir, cəmaatın azğınlığına bax, bu buynuzlunun dalıca niyə getdi? Elə deyil. Məsələ həmişə o qədər də şəffaf olmur. Elə qəşəng danışırdılar, məktub yazır ki, sənin ya Əli böyük xidmətlərin olub İslama. Böyük parlaq keçmişin olub, sən Peyğəmbərə iman tərifləyir, sonra deyir, batil eləməməlilərdir.
Əgər sözün mənasız olsaydı Həzrət Əli ona cavab verməzdi. Deyim, mən gör nə günə qaldım Əli əleyhissalam ki, sənə cavab verməliyəm, amma zəmanə məni buna məcbur edir. Çünki ictimai rəyə çaşdırırsan sən. Təsir göstərə bilirdi ki, Həzrət Əli məcbur olurdu ki, ona oturub vaxt ayırıb cavab verirdi. İncə yoldur din yolu. Gərək zəhmət çəkəsən. Təvazökarlıq xüsusiyyəti səndə olmalıdır. Bilmədiyin şeyi inkar etməməlisən. Biraz səbirlə yanaşmalısan. Yavaş-yavaş görəcəksən ki, bu prosesdə yəqinə çatacaqsan.